Salam əziz abituriyentlər, bugünkü mövzumuz Uyğur dövləti. Uyğurlar Mərkəzi Asiyada yaşamışlar. Onlar haqqında ilk məlumat 2-ci əsrə aiddir. Göytüşlərin tərkibində olmuşlar, onların ox atanları olmuşlar. Mahir ovçuları adlanmışlar. 744-cü ildə Qutlug Bilgəcül Xaqan Karluq və Basmıl tayfalarının köməyi ilə birlikdə Göytüşlərə qarşı üsyan qaldırıb Uyğur dövlətini yaratmışdır. Uyğur dövlətinin paytaxtı Ordu şəhəri olmuşdur. Sonrakı dövrdə 745-759-cu ildə Uyğur xaqanı oldu Moyunsur. Həmin dövrdə Talas döyüşündə ərəblər Çinə qalib gəlsə də Mərkəzi Asiya Uyğurların əlində olmuşdur. Talas döyüşü haqqında ayrıca Çin mövzusunda danışacağıq. Çin imperatoruna qarşı Çində baş verən üsyanı yatırıb Çin imperatorunu hakimiyyətə gətirmiş Moyunsur eyni zamanda Çindən xərac almışdır. Sonrakı dövrdə 759-79-cu ildə Uyğur xaqanı oldu Bölgü xaqan. Bölgü xaqan Çinə qarşı üsyan qaldıran Tibetləri məğlub etmiş, Çinin bütün ticarət yollarını ələ keçirmiş və maniçiliyi təbliğ etmişdir. Maniçinin təbliğ edilməsi dövləti zəiflətmiş. Çünki maniçilikdə döyüşdən qaçılması göstərilir. Yəni ruh düşkünlüyü yaradırdı. Çünki Uyğurlar döyüşkən idilər. Maniçilikdə təbliğ olmasına maniçilikdə göstərilir ki, mübarizə bütün məsələlər sülh yolu həll edilməsi. Bu da dövlətin zəifləməsinə gətirib çıxarmışdır. Üsyanlar, dini pərakəndəlik, xaqanların sui-qəsd nəticəsində öldürməsi, iqlim dəyişkənliyi dövləti zəiflətmiş, 842-ci ildə Qırğızlar tərəfindən Uyğur dövləti süqut etmişdir. Kağız istehsalı, kitab çapı, mətbə Uyğurlarda yaradılmışdır. Gəlin möhkəmləndirək. Dövlət nə vaxt yarandı? 744. Yaratdı Qutlug Bilgəcül Xaqan. Paytaxt Ordu. Hansı türk tayfalarının birləşməsindən yaratdı? Karluq və Basmıl tayfalarının. Hansı Uyğur xaqanı Çin imperatorunun hakimiyyətini bərpa edib Çinə asıla salır? Moyunsur. Talas döyüşündə ərəblər Çinə qalib gəlsə də Mərkəzi Asiya Uyğurların əlinə keçir. Bu zaman hökmdar kim idi? Yenə də Moyunsur. Maniçiliyi təbliğ edən Bölgü xaqan. Çinin bütün ticarət yollarını keçirən Bölgü xaqan. Tibetləri məğlub edən Bölgü xaqan olmuşdur. Uyğur xaqanlığının zəifləmə səbəbləri üsyanlar, dini pərakəndəlik, xaqanların sui-qəsd nəticəsində öldürülməsi və iqlim dəyişkənliyi olmuşdur. Uyğur xaqanlığı nə vaxt süqut etmişdir? 842-ci ildə. Kimlər tərəfindən? Qırğızlar tərəfindən. Bu mövzumuzda Uyğurlar mövzusu idi. Sağ olun.